Hello students, hər vaxtınız xeyir olsun. Bugün sizinlə mətn üzərində işlə bağlı danışacağıq. Abituriyentlərin ən çox çətinlik çəkdiyi və çox vaxt sərf etdiyi bir mövzudur. Hansı ki, bunu imtahanda mənim suallarımdan istifadə etsəz, inanın ki, çox vaxt sərf etməyəcəksiniz və tez və asanlıqla mətni suallarını yazıb digər fənlərə də vaxt ayıra biləcəksiniz. Mən əsasən mətni işləyərkən bu üç üsuldan istifadə edirəm və öz şagirdlərimə də bunu öyrətmişəm. Əvvəlcə mətni deyil, sualları oxuyuruq. Öncə suallara baxırıq. Yəni mətnə baxmırıq. Mətni kənara qoyuruq, öncə suallara baxırıq. İkinci üsul, sualı diqqətlə oxuyuruq. Bizdən nə istənilir? Yəni bizdən orada doğrunu istəyirlər, yoxsa yanlışı istəyirlər? Yəni bizdən ümumiyyətlə sualda nəyi istəyirlər? Çünki uşaqların əksəriyyəti sualları düzgün oxumadıqlarına görə səhv eləyirlər. İkinci hissəyə diqqət edirik. Sualı düzgün oxuyuruq. Və üçüncü hissə bir günə, iki günə, 2 aya, 4 aya başa gələn bir iş deyil. Siz ən azı A2, B1 səviyyəsində olmalısınız ki, bu açıq suallara doğru cavab verə biləsiniz. Açıq suallara doğru cavab vermək üçünsə çoxlu söz bazanız olmalıdır ki, siz sinonim, antonim ona yaxın mənalı sözlər tapa biləsiniz ki, parafraz edə biləsiniz. Okay, students, baxırıq mətnə. Mətnə daha doğrusu heç baxmırıq. Birbaşa keçirik suallara. Yəni buradan aşağıya baxırıq. Yuxarıya baxmırıq, aşağıya baxırıq. Bizdən nə soruşur? Birinci sualda deyir, which statement is true? Baxın, sualı düzgün oxuyuruq. Bizdən nə soruşur? Burada wrong da deyə bilər, correct da deyə bilər, false da deyə bilər. Yəni diqqətli olmaq lazım ki, bizdən nəyi soruşur? Bizdən indi passage, yəni mətni hansı doğrudur? Hansı doğrudur? Yəni bu 5 variantdan biri doğrudur. Digərləri isə mətndə belə bir şey yoxdur, yanlış yazılıbdır. Biz adətən öyrəşmişik birinci sual what the passage is mainly about olur. Amma nədənsə burada 4-cü hissədə, amma buradan da yenə çaşmırıq. Çünki niyə? İmtahanda hər şey ola bilər. Birinci sualı 4-ə qoya bilərlər, asıl sualları önə ata bilərlər. Yəni bunlardan heç vaxt narahat olmayın. Hər şey ola bilər, hər şeydə hazırlıqlı olun. Sizə nə lazımdır? Siz suallara doğru cavab verin. Həyəcanlanmayın. Oldu, bitdi. Birinci suala baxırıq. Nə deyir? Doğru variantı seçirik. Yenə deyirəm, mətnə baxmırıq. Suala baxırıq, sonra qalxırıq mətnə. Birinci hissədə deyir, the ozone layer is found above the earth's surface. Is found above the earth. Baxırıq, is found above us. Yəni as deyəndə birinci cümlədə zaten earth atmosfer deyibdi. Üzərimizdə elə birinci cavab doğrudur. Sonra B variantına baxırıq. The ozone layer is made up of carbon dioxide. Baxırıq. Karbon dioksiddən hazırlanıb ya. No, it is form of oxygen, not carbon dioxide. It's form of oxygen. C variantı the ozone layer is unimportant deyir, amma burada isə deyir it is very important. The ozone layer is found at the sea level. Dəniz səviyyəsindədir. Xeyr, it is about 24 kilometers up. Y variantında deyir no chemicals can harm the əksinə chemicals əksinə ziyan vurur. Damage, it can damage the ozone layer. Gördüyünüz kimi də bütün variantlar yanlış idi. A variantı doğru idi. Üçüncü suala baxırıq. İkinci sual, I'm sorry. Yenə bizdən istəyir complete edək. Cümləni complete edək. Ozone layer help protect us from. Baxırıq cümlədə protect us from harda var? Harmful rays. Baxırıq varmı harmful rays? Var. B bəndi. Choose the correct answer to the question. Correct answer istəyir məndən. Doğru cavabı istəyir. Okay, baxırıq. What can damage the ozone layer? What can damage? Bax belə bir şey görmüşdüm. Can damage the ozone layer? Chemicals released into the air can destroy. Baxıram elə bir cümlə varmı? Chemicals released into the air var. Y variantı doğrudur. Bu hissələri silirəm uşaqlar ki, siz daha aydın mətni görə biləsiniz. Okay. Sonra burada bildiyinizə cavab yedir. Dördüncüyə baxırıq. Ümumiyyətlə mətnin haqqında. Bayaqdan görürsüz. Ozon, qatı ozon layer haqqında danışılır. Birinci cümlə zaten onu deyir. A special part of Earth's atmosphere. Baxırıq. A special part of the Earth and its significance və onun əhəmiyyəti və dördüncüdə D variantı idi. Çox asan şəkildə biz belə, yəni suala baxıb mətnə baxsaq daha tez eləyərik, vaxtımıza qənaət eləyərik. Və 5-dən aşağı uşaqlar, 5-dən aşağı hamısı açıq suallardır. Yəni bunu bilmək üçün yenə deyirəm, sinonim bazanız çox güclü olmalıdır, söz bazanız olmalıdır. Beşinci sualda məndən antonim istəyir. Beneficial, fayda sözünün antonimi istəyir. Faydalı sözünün antonimi ikinci paraqrafda. Yenə diqqət edirik suala. İkinci paraqrafda məndə burdadır. İkinci paraqraf, baxın bax buradan bura qədərdir. Burada baxıram fayda sözünün antonimi nə ola bilər? Zərər. Okay, dangerous, təhlükə, difficult, çətin. Bunlar deyil. Mənə elə zərər sözü lazımdır. Yəni harmful, ziyanlı, zərərli. Okay, 6-cı suala baxırıq. Paragraf 3-dən mənə definition açıqla. Paragraf 3 bax buradır və buradan bura qədər oxuyuruq ki, biz tapaq harm something to harm something. Bir şey zədələmək. Make it less valuable or functional. Onu daha az dəyərli və daha az funksional etmək. Bir şey zərərini tapırıq. Zədələmək, bir şey zədələmək, ziyan vurmaq. Okay, zədələmək, ziyan vurmaq. Baxırıq. Damage var. Elə zədələmək, ziyan vurmaq. Elə bu sözdür. Damage, zədələmək, ziyan vurmaq. Sonra orada başqa destroy, məhv etməkdir uşaqlar. Yəni bununla çaşdırmayın. Destroy tamamilə məhv eləməkdir onu. Ona görə o söz uyğun gəlməyəcək. Azaltmaq var. Sonra protect qorumaq var. Release, azad etmək var. Yəni bu sözlər uyğun gəlməyəcək. Bizə lazım idi zərər vermək sözünün açıqlaması. Complete sentence by changing at least 2 words according to the bu demək ən azı deyir iki sözü dəyişməklə cümləni tamamlayın. Bu paraphrase etməkdir. Cümləni bax bu cümləni tapırıq mətndən. Ozone layer is very important. It is very important. O buradaydı. Bax buradaydı bu cümlə. It is very important because dalına baxırıq uşaqlar. Sizə hansı söz əgər rahatdırsa, bax o sözü tapıb sinonim eləyin. Bax burada var. Bax protect var, harmful sözü var, environment sözü var. Digər sözlərin məsələn sinonimi tapmaq çətindir. Sun sözünə nə sinonim tapacağıq? Günəş sözüdür. Yəni ona sinonim tapmaq biraz çətin məsələdir. Hansının ki sinonimləri mümkündür, onları axtarıb öncə tapırsınız. Məsələn protect sözünə nə verə bilərik? Protect, save sözünü verə bilərik. Daha doğrusu environment sözünə nə verə bilərik? Surrounding sözünü sinonim verə bilərik və bəli ki, ən az 2 söz deyil, məndə də 2 söz hazırdır. Və nəhayət 8-ci sual məndən istəyir ki, ən az at least 3 sentence, ən az 3 cümlə olsun ki, bu sualın cavabını verəsən. How can we protect our planet? Biz öz planetimizi necə protect edə bilərik, necə save edə bilərik, necə qoruya bilərik? Okay uşaqlar, bunu yazmağın bu bildiyiniz kimi bir xırda essedir. Bunu yazmağın yolu, ən asan yolu nədir? Birinci öncə 2 hissəyə ayırırsınız. Orada vərəqdə ağ və ağ hissə tapırsınız. Öncə Azərbaycanca yazmağa çalışın. Azərbaycanca. Sonra isə onu ingilis dilinə çevirin. Bu ən asan yoldur. Ən az 3 sadə cümlə yazın, 3 sadə cümlə yazın. Bacardığınız qədər B1 səviyyəsində olan sözlər tapın. Tapmasanız A2-də ola bilər. Yəni daha üst səviyyə söz tapa bilirsiniz, o sözlərdən əvəz edin. Azərbaycanca 3 dənə cümlə yazın. Biz öz planetimizi necə qoruya bilərik? Suyu, işığı az istifadə etməklə, zibilliklər yaratmamaqla, ətraf mühitimizi qorumaqla falan filan öz yəni xəyal gücünüzü işə salın. 3 cümlə meydana çıxarın və həmin o 3 cümləni elə bir cümlə yazın ki, siz onu ingilis dilinə tərcümə edə biləsiniz və tez onu ingilis dilinə çevirin və budur sualınız hazırdır. Yəni bir də mətnin üzərinə qayıtmayın. Bu qədər bəsit. Ümid edirəm ki, faydalı oldu bu video sizə. Çox sağ olun. Have a good day.